Çox ağrılı, acılı ayədir. İbrahim surəsinin 22-ci ayəsində oxuyuruq. Və qaləş-şeytanu ləmmə qudiyəl-əmr. İş bitdikdən sonra şeytan dedi. Yəni artıq məsələ həll olunub, insanlar öz əməllərinə görə bölünüblər. Kimin vəziyyətinin necə olacağı artıq bəllidir. Allah şeytana söz demək üçün icazə verir. Şeytan ümumi sifət olsa da, habelə insan və cin də şeytan ola bilsə də, burada şeytan deyərkən iblisin nəzərdə tutulduğu görünür. Nə deyir? İnnəlləhə va'adakum va'dəl haqq. Allah sizə haqq vəd verdi. Bəli, Allahın izni ilə dünyada Allahın vədləri bizə çatdırıldı. Dönə-dönə bizə deyildi ki, ay insan geyiminə, yeməyinə, sağlamlığına, mal mülkünə, övlad uşağına bu qədər tutqunsan, sabah nə yeyəcəyəm deyə narahatsan, axirətinə görə narahatsanmı heç? Bax, bugün etdiklərinin hesabını verəcəksən ha, bugünün həqiqi sabahı var. O vaxt sənə heç bir qohumluq, tanışlıq, daydaylıq, rüşvət fayda verməyəcək. Nə əməl etmisənsə onun cavabını verəcəksən. Şeytan deyir: "Və va'adtukum fəəxlaftukum." Mən də sizə vəd, söz verdim, ancaq bu sözümə xilaf çıxdım. Bəli, sizi yoxsulluqla qorxutdum ki, Allah yolunda simic olasınız. Namaz boş şeydir, orucu boş şeydir. Əsas ürəyin təmiz olsun. Əşə o qədər dindar var, min oyundan çıxır. Marsa uç, şərq nağılları danışırlar. Allah Mirzə Cəllə rəhmət eləsin, Şeyx Nəsrullah belə getdi. Sən 1000 nəfər dindardan üstünsən. Qarşına bütün bəhanələri qoydum ki, tək Allah deyən etməyəsən. Hər gün biri TikTokda çıxıb bazar açır. Quranda namaz yoxdur, o yoxdur, bu yoxdur. Hamı sizi alladır. Bir tək sən mənim oyaq, ağıllı balamsan. Yerdə qalanları sadəcə cahildir. Amma bir iş var ki, mən söz dedim, amma boşa dedim. Sən ciddi adam olsaydın, Allahın sözünə baxardın. Mənim yox. Və mə kənə liyə aleykum min sultan. Mənim sizin üzərinizə heç bir qüdrətim yox idi. Sənin egonu o qədər şişirtdim ki, özünü kimsə saydın. Sənin üzərində mütləq qüdrət sahibi Allah idi. Mən sənə heç bir nüfuz edə bilməzdim. Sadəcə səni vəsvəsə edə bilərdim. Sənə təklif edə bilərdim. İllə ən dəavtukum fəstəcəbtum li. Mən sadəcə və yalnız bunu etmişəm ki, sizi dəvət etmişəm və siz də mənim dəvətimi qəbul etmişsiniz. İndi məndən nə istəyirsiniz? Yox bir, mənəm günahkar. Ay bədbəxt, sənin yaradıcın Allah sənə əmr etmişdir. Mən isə sadəcə səni dəvət etdim. Özünü rahat hesab et. Heç nə olmaz, boş şeylərdir. Sən də qəbul etdin. Fələ təlumuni və lumu ənfusakum. Ona görə də məni danlamayın, özünüzü danlayın. Sən elə bilirsən ki, sənin yükün üzərindən götürüləcək. Vay, şeytana uydum, lənət şeytana. Bəlkə elə sənə lənət olsun. Özümdə deyildim, nə bilməyə oldu da. Dindarlar min oyundan çıxır. Sən hansı oyundan çıxırdın? Gəl, hesabını ver. Mə ənə bi musrixikum və mə əntum bi musrixi. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Bəli, hərə özünə cavab deydi. Burada sən tək başınasan. Sən elə bilirdin ki, Allahın hesab kitabından sənə kömək edə bilərəm. Mən öz hayımdayam. Nə sən mənə kömək edə bilərsən, nə mən səni xilas edə bilərəm. Bax, əzizlər, ağrı acılı yer burasıdır. İnni kəfərtu bimə əşrəktumuni min qabl. Heç şübhəsiz ki, mən əvvəllər sizin məni Allaha şərik qoşmağınızı rədd etmişəm. Burada ibadətdə şirk yox, itaətdə şirk nəzərdə tutulur. Yəni sən şeytana itaət edərək Allaha şərik qoşmusan. Subhanallah. Şeytan belə özünün Allaha şərik qoşulmasından narahatdır. İnsan isə nəinki Allaha şərik qoşub, özü də şeytanı bundan betər əməllər edib, yaradanı, onun əmrlərini kökündən inkar edir. Allah yoxdur, Quran nağıl kitabıdır, kim gedib o dünyadan gəlib ki, boş şeylərdir, alladırlar sizi, yiyiş kef elə. Kim daha şeytandır əzizlər? Sən şeytanın, şeytan sifət insanların sözlərini Allaha şərik qoşmusan. Gündə bir adam çıxıb sənə Allahın adından danışıb, hansı nəfsinə uyğundursa ona da uymusan. İndi getmisən ki, məsələ ayrıdır. Nə edim, ay Allah, filan hoca mənə TikTokda dedi ki, boş şeydir. O yoxdur, bu yoxdur. Allah deyəcək ki, sənin ağlın haradaydı? Yox, o dedi də. O dedi deməyinə, bəs sən könüllü şəkildə niyə öz axirətini kimlərinsə show, reyting yaratmaq istəklərinə qurban verdin? Niyə sən kimlərinsə sözünü Allahın sözü ilə bir səviyyəyə gətirdin? Özün seçmisən.
İnnəz-zaliminə ləhum azabun əlim. Həqiqətən zalimlar üçün üzücü, ağrı acılı bir əzab var. Bu fiziki əzab növü deyil ha. Bundan betər əzab. Axı mən həsrət çəkirəm. Ey kaş deyirəm. Mən indi öz məsuliyyətimi kiminsə boynuna ata bilmirəm. Mənə deyilir ki, sən ixtiyar sahibiydin. Seçim etməliydin. Sən də artıq seçimini etmisən. Burada isə artıq iş bitib. Sənə neçə il ömür verdim. Ağıl verdim. Sən isə öz nəfsini tanrı etdin. Şeytanın yersiz nağıllarına uydun. Bax, əsl nağıla qulaq asıb ona uymaq vaxt budur. Artıq iş işdən keçib. Zalım, yəni haqsızlıq edən kəslərdir. O kəslər ki, ən böyük haqsızlığı elə özlərini etmiş oldular.